Bütün dünya onun milyonların sevdiği, yaşıl meydanlarını imkansızı bacaran kralı kimi tanıyır. Amma heç fikirləşdinizmi? Bu imperiya harada və hansı acıların üzərinə quruldu? Atlas okeanının ortasında, xəritədə güclə görünən balaca bir adada. Bəli, bugün qarşısında diz sökülən Cristiano Ronaldo bir vaxtlar sadəcə bir tikə çörək və qarnını doyurmaq üçün mübarizə aparan kimsəsiz bir uşaq idi. Bu sadəcə bir futbolçunun hekayəsi değildi. Bu səndən heç nə olmaz deyilən bir uşağın bütün dünyaya verdiyi ən böyük cavab idi. 5 fevral 1985-ci il, Madeira adası, Funchal şəhəri, yoxsulluğun, rütubətli evlərin və ümidsizliyin hökm sürdüyü bir məhəllə. Ailənin 4-cü övladı dünyaya gəlirdi. Anası Dolores xanım maddi imkansızlıqların onu dünyaya gətirməyə tərəddüd edirdi. Atası Deniz isə spirtli içki alətçisi idi və bağbanlıq edərək ailəni dolandırmağa çalışırdı. Ronaldo'nun uşaqlığında lüks oyuncaqları, bahalı geyimləri olmadı. Onun tək bir dostu var idi. Cırıq, bir futbol topu. Küçələrdə altı deşik başmaqlarla top qovalayarkən hər vurğusunda taleyinə üsyan edirdi. Hətta yerli Andorinha klubunda oynayarkən atasının orada xadimə işləməsinə görə digər uşaqlar onu süpürgəsinin oğlu deyib ələ salırdılar. Amma onlar bilmirdilər ki, o uşağın sinəsində ovunan bir od var idi. Cəmi 12 yaşında ikən həyatının ən çətin qərarını verdi. Doğma anasını, ailəsini tərk edib Lisabona, Sporting Akademiyasına üst tutdu. Bura onun üçün cəhənnəm kimi idi. Madeira aksentinə görə uşaqlar onu hər gün təhqir edir, müəllimləri belə onu anlamırdı. Balaca Ronaldo hər gecə yatdığında göz yaşları içində ağlayaraq yuxuya gedirdi. Və 15 yaşında böyük bir fəlakət baş verdi. Həkimlər onun ürəyində ciddi ritim pozulduğu aşkar etdilər. Qərar qəti idi. Futbol onun üçün bitə bilərdi. Amma Ronaldo təslim olmadı. Riskli ürək əməliyyatlarına girdi. Əməliyyatdan cəmi bir neçə gün sonra nə etdi bilirsinizmi? Yenidən məşq meydançasına qayıtdı. O hamı yatanda idman zalında tək başına tər tökür, hamı yorulanda daha çox qaçırdı. 2003-cü ilin avqust ayı Sporting və Manchester United qarşılaşır. 18 yaşlı bu saçsız zərqli gənc oğlan Manchester'ın müdafiəçilərini elə bir günə saldı ki, maçdan sonra David Beckham və digər qulduzlar Sir Alex Fergusona yalvardılar. Müəllim, bu uşağı almasaq, buradan getmirik. Ferguson ona inanılmaz bir güvən göstərdi və klubun müqəddəs 7 nömrəli formasını verdi. Bəzilər bunun ağır gələcəyini düşünürdü. Amma Ronaldo Old Traffordda fırtına kimi əsdi. Premier Liga çempionluqları, Çempionlar Liqası və 2008-ci ildə dünyanın ən yaxşı futbolçusu Qızıl Top artıq ulduz idi. 2009-cu ildə uşaqlıq xəyalı gerçəkləşdi. Rekord transfer məbləği ilə Real Madrid addım atdı. Santiago Bernabéu stadionunda 80 mindən çox insan tək bir adı qışqırırdı. Cristiano Ronaldo. Madriddə keçirdiyi 9 ildə futbol tarixini yenidən yazdı. 438 maçda 450 qol, 4 Çempionlar Liqası kuboku, Barcelona və Messi ilə amansız rəqabət, ac qalan, ələ salınan. O uşaq artıq futbolun canlı əfsanəsinə çevrilmişdi. Bugün Ronaldo 5 qızıl topun, yüzlərlə qolun və saysız hesabsız rekordlarının sahibidir. Amma onun ən böyük qələbəsi kuboklar deyil. Onun ən böyük qələbəsi yoxsulluğa, xəstəliyə, imkansızlığa və edə bilməzsən deyənlərə qalib gəlməsidir. Əgər sən də bu hekayədən ilham alınsa və belə əfsanəvi videoların davamını istəyirsənsə, kanala abunə olub bildirişləri açmağı unutma. Növbəti videoda hansı əfsanəni görmək istəyirsə, rəylərə yazın. Sağ olun.